Dil baxımından çətinlik çəkmisiniz ümumiyyətlə? Çox. Əslində ingilis dilində danışırdıq. Mən də nənəm ingilis dili müəlliməsi idi. Mənim də ingilis dilim normal idi, yəni. Amma Hindistanlıların danışdığı ingilis dili ilə belə Azərbaycandan və yaxud da Amerikanın, İngilisin danışdığı ingilis dili çox fərqlidir. Əvvəla birinci başa düşməyə çalışırdım. Bir sözü 2 dəfə, 3 dəfə soruşurdum ki, görəsən bilirəm sözü. Sadəcə onlar elə bir aksentlə danışırlar ki, 2-3 dəfə belə qulaq asmazsa görsən bu nə deyir. Maldiv bildiyiniz kimi müsəlman ölkəsidir. Yəni içki, klub, belə şeylər yoxdur. Amma turistik də bir yerdir. Buna görə nə edirlər? Çox imkanı olan adamlar bir adanı alırlar və yaxud da sıfırdan bir ada inşa edirlər və orada lokal yaşayış olmur, Maldivli olmur. Ancaq turist və işçilər olur. Bizim adamız kimi. Məsələn, 1 kilometr yarımın 1 kilometrə balaca bir adadır. 80 villası var Çinin, 5 restoranı, spa falan, idman, belə şeylər. Su üstü villalar, günəşin doğuşunu görən villalar, günəşin batışını görən villalar. Yəni bunlar hamısı sortlaşdırılıb.